Salam dostlar, necəsiz? Yaxşı olasınız, inşallah yaxşısınız. Mən də yaxşıyam. Allahın nəzəri həmişə üzərinizdə olsun. Yaxşı olun, sağlam olun. Xoş günlər arzulayıram həmişə sizə. Bugün mən sizə xalça güllərimi çəkəcəm. Onları necə saxlayırlar qışa. Mən elə saxlayıram. Yəqin ki, çoxlarınız bilir. Xalça güllərini çox sevirəm. Gözəl güllərdir. Bəzəkli yarpaqları, cürbəcür növlərindən hamısından almaq istəyərəm. Amma saxlamaq qışda yer olmur. Gərək isti yerə qoyasan. Günəşi sevirlər. Çox yandırıcı yox. Amma günəşli, isti yerə qoyasan, gərək evə qoyasan otaq. Mən hələ parnikada qoydum. Nəsə orada da gördüm ki, yaxşı olmur. İndi keçən ildə bir budaqlarından kəsib balaca qaba əkmişdim. Götü yatıb əkmişdim. Yap balaca bax, belənciyinə bir qaba var. Belə bir qab güllər alıb içində bax hazır. Bu qablara əkmişdim, qoymuşdum pəncərəyə, evə. Sonra köçürtdüm, o bir 3-4 dənəsi ləkənə qoymuşam hələ. Sonra bəlkə otağa qoydum, otaqda yer olsa pəncərəyə qoyacam, pəncərədən işıq düşsün, həm də isti olsun. Beləncə yerlərdə yaxşı qalır. Sonra bir başqa üsulda bunu bir dənə saxlamışam, bu gülü burada, parnikdə, qalanı yuxarıdadır. Birində təzə almışdım bu il. Bu da indiyən yaxşı inkişaf eləmir. Qoymuşam, oje evə qoymuşam pəncərəyə. Biri xarab oldu, getdi. O nəsə əmələ gəlmir. Neçə dəfə də budağından əkdim. Çox nazlı güldür, biraz elə bir ən yaxşı dözümlü bablardır. Bunun indi 2 növü var məndə. Kəsmişəm və belənciyinə budaqlarından və belə budaqlarından. Hansından kəsirsən kəs, fərqi yoxdur. Biraz amma çox qocalmış budaqlar olmasın. Kəsib qoymuşam bax suya. Hamısı kötü yatıb. Mən biraz bax, bu başqa növüdür baxın. Bax kötülərinə baxın. Hamısı kötü yatıb. Bəlkə elə bankada da saxladım bunları. Suyu qutardıqca tökürəm, dəyişirəm su. Ya da ki, balaca nəm yer olsa əkib balaca qablara da qoyacağım. Biraz ondan yekə qaba da olar. Ümumiyyətlə bax, bunu da qoysun pəncərəyə, yekə də qoysun pəncərədə, isti yerdə, evdə qalar. Amma işıqlı olsun. Bu da başqa növüdür. Bax, gör necə kötü yatıb. Bax, hamısı neçə dənədir. Çox sevirəm bu gülləri. Nə qədər olursa xoşlayıram prosta. Bizim yerlər çox isti olur. İsti olur, su olmur. Nə bilim, gücünə saxlayıram bunları. Ağacın zadın altında, onda burada. Belənciyinə saxlayıb, yazda əkə bilərsiniz. Qoyamaq olar, bunları da pəncərəyə qoyacam birazdan. Ya qablara da əkəcəm, belənci qablara saxlayacam. Hələlik bu qədər dostlar. Sağ olun. Allah köməyiniz olsun. Abunə olmağı unutmayın. Sizin o şərhlərinizi oxuyuram. Onda çox biraz ürəyim yaxşı olur. Sevinirəm. Allah sizi də sevindirsin həmişə. Həmişə səssiz sorağınız gəlsin. Çox sağ olun. Sağ olun.